Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha. Allah Teala bizləri bu cür gözəl, xeyirli məclisdə cəm edib topladı. Həqiqətən də elm öyrənmək, insanın ömrünü, həyatını, vaxtını, malını, mülkünü, canını elmə həsr edib ayırması, elm məclisləri bu dünyada Allah yanında ən hörmətli, ən əziz ibadətlərin başında gəlir. Necə ki, Muhammed İbni İdris Əş-Şafii, Allah ona rəhmət etsin, deyir ki, fərz əməllərdən sonra ən üstün, ən əziz əməl elm, öyrənib elm tələb etməkdir. İmam Əhməd, Allah ona rəhmət etsin, deyir ki, elmə bərabər və tay heç nə yoxdur. Həqiqətən də bu belədir, qardaşlarım. Bizim dinimizin elə ilk əmri, Allah Teala'nın Muhammed sallallahu aleyhi ve selleme ilk tövsiyəsi elm öyrənib Allah'ı yaxşıca tanımaq, onun dinin dəlilləri ilə, sübutları ilə bərabər öyrənmək, Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemi tanımaq, bilməkdir. Elm məclisləri bu dünyadakı cənnət bağçalarıdır. Kim elm öyrənmək üçün gəlirsə, Allah Teala ona cənnətə gedən yolları asanlaşdırır. Elm öyrənmək üçün gələn şəxsin ayağının altına mələklər qanadların razılıq əlaməti olaraq sərirlər. Həqiqətən də elm məclislərində oturub iştirak edən şəxsləri Allah Teala bağışlayıb əfv edir. Onlar ilə səma əhlinin yanında övünüb iftixar edir. Onların adların atalarının adları ilə bərabər çəkir. Elm məclisləri mələklərin məclisləridir. Axtarırlar, araşdırırlar ki, görək bugün harda dərs var, harda elm məclisi var. Elə ki, biri tapır, o birilərinə də xəbər verir ki, gəlin, filan yerdə elm məclisi var, gəlib orada oturub iştirak edirlər. Həmin məclisləri düz qanadları ilə səmaya qədər əhatəyə alırlar. Allahın rəhməti, sakitçiliyi, əminamanlığı, bərəkəti elm məclisləri nazil olur. Bütün bunların hamısı, qardaşlarım, səhih hədislərdən götürülmüş elm məclislərinin fəzilətidir. Ona görə hər birimiz bugün bu saatımızı xoşbəxt olmalı, sevinməliyik. Ya Rabbi, bizi nə gözəl əməl, nə xeyirli işlə məşğul edirsən. Həmd olsun ki, Allahım, mənə sənin dinini öyrənib məlumat sahibi olmağı asanlaşdırırsan, xəbərdar edirsən, məni digərlərindən üstün fəzilətli etmirsən. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, mən yuridillahu bihi xayran yufəqqihhu fiddin. Allah Teala kimin üçün xeyir istəyərsə, ona dini başa düşmə qabiliyyəti, dini öyrənmə nəsib edib ona müvəffəq edər. Qiymətli qardaşlar, bugün çox əziz və qiymətli bir əməl, ibadət haqqında danışmaq istəyirəm. O qədər əziz, o qədər qiymətli bir əməl, ibadətdir ki, hamı bunun üçün çalışır. Yer üzərində elə bir müsəlman kişi və qadın tapmazsan ki, səhərdən axşama qədər bunu arzulamasın, bunu istəməsin. Hətta ona yaxşılıq edən şəxslərə, ona xeyri dəyən insanlara bu duanı edir. Allahın razılığını qazanmaq. Allahın razılığını qazanmaq. Hər bir müsəlman bunun haqqında düşünür. Mən nə edim ki, bu dünyamda ikən artıq Allahın razılığını qazanım. Allah məndən razı olsun. Məni bağışlayıb, əfv etdiyi, cənnətinə qoyub, dərəcə məqamın uzatdığı bəndələrindən etsin. Bax, bugün Allahın müvəffəqiyyəti ilə həm Allahın razılığını qazandıran əməlləri,
həm də onların dəlillərin müxtəsər yığcam şəkildə zikr edib xatırlayacağıq. Qoy Allahın müvəffəqiyyəti ilə yazıb qeyd etmək istəyən qardaşlar, bacılar, tələbələr bunları yazıb qeyd etsinlər. Allahın razılığını qazandıran əməllərin ən birincisi tövhid ilə Allaha ibadət edib ona heç bir şeyi və heç nəyi şərik qoşmamaq. Yalnız Allaha dua etmək və yalnız Allahdan köməklik istəmək. Ancaq Allah üçün yaşamaq, vaxtı çatanda Allah üçün ölmək. Allaha ibadət edib ona heç bir şeyi və heç nəyi şərik qoşmamaq insana Allahın razılığını gətirən ən birinci əməldir. Rasul sallallahu aleyhi və səlləm İmam Müslimin rəvayət etmiş olduğu hədisdə deyir ki, İnnallaha la yarda lakum thalathan və yakrahu lakum thalatha. Allah Teala sizin 3 əməli etmənizdən razıdır, 3 əməli etmənizdən isə narazıdır. Fəyarda lakum en ta'buduhu və la tushriku bihi şey'a. Razıdır ki, Allaha ibadət edib ona heç bir şey şərik qoşmayasınız. Bu hədis onu göstərir ki, insan Allaha ibadət edib ona heç bir şey şərik qoşmayan zaman Allah ondan razıdır. İkinci, Allahın razılığını gətirib qazandıran əməl cəmaat olmaq, mehriban olmaq, ictima. Həqiqətən də bərəkət ən çox cəmaatda olur. Allahın əli cəmaatın üzərindədir. Allah Resulü sallallahu aleyhi və səlləm az əvvəl oxuduğum hədisdə Allah Teala sizin üçün razıdır 3 əməldən. Ən birinci Allaha ibadət edib ona heç bir şey şərik qoşmamaq. İkinci, en ta'tasimu bihablillahi cemi'an və la tefarraqu. Allahın ipindən, yəni onun dinindən hamılıqla möhkəm yapışmaq, firqələrə bölünüb parçalanmamaq. Bax, bu 3 əməl Allahın razılığını gətirir. Allaha ibadət edib ona heç bir şey şərik qoşmamaq, Allahın dinindən hamılıqla möhkəm yapışmaq. Yəni, məsələn, mən ibadət etdim, o biri fikirləşməsin ki, mənə ibadət eləməyə ehtiyac yoxdur. Onsuz da qardaş ibadət edir, mən də oradan nəsə payım olacaq. Xeyr, hamını qiyamət günü öz əməlləri xilas eləyəcək. Əməlləri müqabilində Allah Teala onunla rəftar eləyəcək. Allah Resulü sallallahu aleyhi və səlləm qohum əqrabasını toplayır, deyir, ey mənim dayım, ey mənim xalam, ey mənim qızım Fatimə, atam peyğəmbərdir deyə arxain olma, bu dünyada nə qədər istəyirsənsə malımdan götür. Bil ki, qiyamət günü mənim sənə faydam olmayacaq. Allah Teala hər bir müsəlman kişiyə və qadına, eləcə də bütün insanlara tövsiyə edir, وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Ölüm sənə gələnə qədər Rəbbinə ibadət eylə. Allah Teala buyurur, يَا أَيُّهَا الَّذ۪ينَ آمَنُوا اتَّقُوا اللّٰهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ. Ey iman gətirənlər! Allah'tan ona layiq olan tərzdə qorxun, yəni Allah'tan ona layiq olan tərzdə ömür sürün, vaxtı çatanda ancaq müsəlman olduğunuz kimi bu dünyadan köçün. Baxın, demək əsas sonluqdur. Yəni insanın Allaha ibadət və itaət üzrə bu dünyadan köçməsidir. Çünki Allah Teala Quran-ı Kərimdə bu ayənin sonunda dedi: "Və la temutunne illa və entum muslimun." Rasul sallallahu aleyhi və səlləm ən çox etmiş olduğu duada Allahümme inni əs'əluka el-husnəl xatimə. Allahım, mən səndən gözəl sonluq istəyirəm. Qardaşlarım, 3-cü əməl Allahın razılığını qazandıran əmr sahiblərini eşidib onlara itaət etmək. Əmr sahibləri şəriətdə alimlər və elm əhli, ölkədə ölkə başçısı, şəhərdə şəhərin icra hakimi, kənddə kəndin başçısı, nəsildə ağsaqqal, evdə ata, səfərdə kimi əmr sahibi təyin etmisənsə o, hamısının haqqıdır ki, sən onları eşidib onlara itayət edəsən. Rasul sallallahu aleyhi və səlləm xüsusilə də dövləti idarə edib, orada əmr sahibi olan şəxsi sevməyi, hörmətin saxlamağı, tərifləyib yaxşı işlərindən danışmağı, nabada onun haqqında dilüyə və qəlbüyə nəsə nalayiq gətirməməyi buyurur, qabaqcadan tövsiyə edir. Buyurur ki, sizin ən xeyirliniz öz başçısı üçün dua edən şəxsdir. Öz başçısı üçün dua edən
şəxsdir. Buyurur ki, kim sultanın hörmətini saxlayıb, onu tərifləyib məqamını uca tutarsa, Allah Taala da onun qiyamət günü hörmətini saxlayacaq, məqamını uca eləyəcək. Amma Allah qorusun, kim onu gözdən salsa, qiyamət günü rüsvay olacaq. Qiyamət günü rüsvay olacaq. Ona görə əmir sahiblərini eşidib onlara itaat etmək bizə Allahın razılığını qazandırıb gətirir. Demək, 4 əməl saydıq. 1. Tək olan Allaha ibadət edib ona heç bir şey şərik qoşmamaq. 2. Cəmaət mehriban olmaq. 3. Əmir sahiblərini eşidib onlara itaat etmək. 4. əməl xeyir işlər görməyə həris və istəkli olmaq. Xeyir işlər görməkdə müsəlmanın, müminin bir-birləri ilə yarışması. Allah Taala Qur'an-ı Kərimdə bizə buyurur: "Fəstəbiqu əl-xeyrat." Bir-birinizlə yarışın xeyir əməllərdə. Demək, axirət əməllərində müsəlmanın, müminin bir-biri ilə yarışması icazəlidir. Elə yarışmaq ancaq bunun üçün gəlir. Dünya işlərində yox, axirət əməllərində insanın bir-biri ilə yarışması. Onlar icazəlidir bu. Allah Subhanahu taala buyurur: "Və sari'u ilə məğfiratin min rabbikum." Tələsün, yarışın. Hansınız Allahın bağışlanmasını və məğfirətin birinci əldə edəcək? Və cənnətin və cənnətin qazanacaq. Xeyir işlərdə insanların bir-birini yarışmaq onlar icazəlidir. Amma dünya işlərində isə ehtiyac yoxdur. Faydasızdır. Yəni, məsələn, mənim qonşumun bir göz evi var, bir mərtəbə evi var, mən o 2 mərtəbə eləyim. Filan kəs 20 minlik maşın sürür, mən 25 minlik maşın sürür. Mənə olub ki? Bil ki, bunun sonu yoxdur. Bil ki, bunun sonu yoxdur. Vallahi sənə 2 yox, 3 vadi dolu qızıl verilsə, vadi dolu. Deyərsən ki, biri də olsun. Doymur, qardaşlarım. Nə qədər yeyirik, nə qədər içirik, nə qədər geyinirik, nə qədər sürürük, doymur, gözümüz doymur. Dünyanın məsəli duzlu su kimidir. Nə qədər içəsən, o qədər usuyassan. Nə qədər içəsən, o qədər usuyassan. Əgər sən dünyanın arxası ilə qaçsan, bil ki, onun əhlindən olasın. Amma axirətin arxası ilə qaçsan, bil ki, axirət əhlindən olasın və o dünya özü sənin arxandan sürünə-sürünə gələcək ki, gəl məni götür, mənə dəyər ver. Həqiqətən də kim Allahın dinindədirsə, əmirlərin yerini yetirib, qadağalarından çəkinirsə, onu Allah Taala təsəvvürünə gətirmədiyi yerdən ruziləndirir. Qardaşlarım, 5-ci əməl ibadətləri və itaətləri yerinə yetirməyə tələsmək. Bir əməlin, bir itaətin vaxtı gələn kimi dərhal onu yerinə yetirmək. Namazın vaxtı mı girdi? Namazı qılmaq. Ramazan ayı mı daxil oldu? Ramazan ayına başlamaq. Zəkatımın günüdürmü? Elə həmin günü zəkatımı vermək. İmkanım var, həcc boynuma gəldi mi? Elə o il həccü eləmək. Və digər xeyirli əməllər. Sədəqəyə imkanım mı var? Bu gün ver, deməsə sabah verərəm. Vaxt tapmısan mı Quran oxumağa? Bu gün oxu, demə ki, birazdan oxuyaram və ya sabah oxuyaram. Allah Taala bizlərə Peyğəmbəri Musa aleyhissalamın dili ilə söyləyir: وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَى. Allahım, mən sənə tərəf tələsdim ki, məndən razı qalasan. Və hər dəfə insan salih əmələ fürsət tapan kimi onu eləyirsə, Allah Taala ondan razı qalır. Peyğəmbərlər haqqında Allah Taala bizlərə Quran-ı Kərimdə danışanda buyurur: İnnəhum kanu yusari'un fil xeyrati və yed'unana ragaban və rahaba və kanu lana xaşi'in. Həqiqətən də onlar, peyğəmbərlər, xeyir işlər görməkdə bir-birləri ilə yanışan, sonra bizə qorxu və ümidlə dua edən bəndələr idilər. Onlar müti Allaha itaət və itaət içərisində idilər. Qardaşlarım, 6-cı əməl Allahın razılığını gətirən dua edib Allahdan onun razılığını istəmək. Dua edib Allahdan onun razılığını istəmək. Allahım, məndən razı qal. Allahım, məni razı qaldığın qulların arasında yaz. Necə ki, Allahdan ruzi istəyirik, bağışlanma istəyirik, salih əməl istəyirik, eləcə də Allahdan onun razılığını istəyib ummalıyıq. Dəyərli cəmaət, Allahın razılığını gətirən əməllərdən biri də
gözəl sözlər danışmaq, Allahın sevdiyi və razı qaldığı xeyirli sözlər söyləmək. Rasul sallallahu aleyhi və səlləm buyurur, Allaha və axirət gününə inanan insan ya xeyir danışsın, ya da susub danışmasın. Rasul sallallahu aleyhi və səlləm buyurur, İnnəl abdə ləyətəkəlləmu bin kəliməti min ridvanillahi yəbluğu bihə fil cənnəti məkənə. Həqiqətən də insan Allahın razı qaldığı bir sözü danışar, bu səbəblə cənnətdə o məkan, məqam qazanar. Yaxşı, xeyirli sözlər danışmaq. Bu dil elə bir üzvdür ki, bunda mübah heç nə yoxdur. Ya xeyir danışasan, savab mükafat qazanasan, ya da şər danışasan, sənə ağırlı-acılı əzab var. Alimlər buyururlar ki, danışıq üç cürdür. Bir, xeyir danışıq. Xeyir danışığı danış. Allahın kitabından ayələr oxumaq, uca Allahı zikr edib onu çoxlu-çoxlu xatırlamaq, xeyirli, yaxşı şeyləri insanlara tövsiyə eləmək, insanları pis və zərərli şeylərdən çəkindirmək. Xeyirli danışığı doyuncan faydalı şəkildə danış. İkinci danışıq, şər və zərərli danışıq. Şər və zərərli şeyi əsla və əsla danışma. Bil ki, o hər danışıq sənin özünə zərər, zərbə yetirir. İnsanların ey Muaz, cəhənnəmdə üzü üstə sürünmələrinə səbəb və ya cəhənnəmə atılmalarına səbəb hələ dilləri ilə danışdıqların başqası deyilmi? Hər gün sabah bütün üzvlər dildən Allaha şikayət edir. Ya Rabbi, tutub saxlasın bu özün. Əziyyətim biz çəkirik. Baş deyir ki, əziyyətim mən çəkirəm. Göz deyir, əziyyətim mən çəkirəm. Əl, əyaq deyir, əziyyətim mən çəkirəm. Günlərin bir günü Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, bilirsiniz müflis kimdir? Yəni iflasa uğrayıb. Necə deyərlər bizim dildə bankrot olub. Sahabələr deyir, ya Resulallah, müflis, yəni malı, mülkü, hər şeyi əlindən çıxan adam. Hər şeyin batıran adam. Allah Nəbisi sallallahu aleyhi və səlləm deyir ki, düz deyirsiniz, bu müflisdir. Amma əsl müflis o şəxsdir ki, qiyamət günü namazlarla gələcək, oruclarla gələcək, haclarla, ümrələrlə gələcək, ancaq ma söz atıb, mıyın qeybətini eləyib, mıyı incidib, mıyı söyüb, mıyı söhbətini aparıb gətirib, hamı savablar, o namazlar, o oruclar, o haclar, o ümrələr gedəcək onlara. Gedəcək o dili ilə danışdığı şəxslərin dəftərlərinə, xeyirlərinə. Tarazlıq olsa nə yaxşı? Yəni, haqq ədalət bərqərar olsa nə yaxşı? Əgər haqq ədalət bərqərar olunmasa, onların günahlarından götürüləcək, o kimin ki qeybətini eləmişdin, yalan danışmışdın, sözün aparıb söz gətirmiş, yalandan üzünə durmuşdun, onların günahları götürülüb, işlənəcək sənin boynuna. Bax, müflis, Allah qorusun bizi bundan, bax, müflis babıdır. Əsl, necə deyərlər, itirən babıdır. Allah bizi bundan qorusun. Ona görə yaxşı sözlər danışmaq və pis söz nəsə gəldisə ağlımıza, ola bilər insanıq dilimizə gətirməyək. Üçüncü danışıq isə mübah danışıqdır. Yəni bunu danışsın, sənə savab mükafat yoxdur, bu söhbəti eləsin. Eləcə də günah və cəza yoxdur. Elə bir söhbətdir. Məsləhətdir ki, deyir, onda bu ilə iş danışma. Bilirsən niyə? Dil danışmağa öyrənişəcək. Dil vərdiş eləcə danışmağa. Elə ki, danışacaq, tabi birazdan ağına bozuna baxmayacaq. Xeyir də danışacaq, Allah qorusun, şər də danışacaq. Qardaşlarım, Allahın razılığını gətirən əməllərdən 8-incisi infaq edib sədəqə vermək. Yetimə yesirə, kasıba küsuba, ehtiyac sahiblərinə köməklik eləmək. Allah Teala buyurur ki, وَمَثَلُ الَّذ۪ينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَب۪يلِ اللّٰهِ وَمَثَلُ الَّذ۪ينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ اِبْتِغَاءَ مَرْضَاتِ اللّٰهِ وَتَثْبِيتًا مِنْ أَنْفُسِهِمْ. Mallarını Allahın yolunda xərcləyənlərin məsəli, Allahın razılığını qazanmaq və güclü şəxsiyyət sahibi olmaq.
Baxın, burada insan malından Allah yoluna xərcləyəndə bir Allahın razılığını qazanır, bir də güclü, qüdrətli şəxsiyyət sahibi olur. Yəni şəxsiyyəti formalaşır. Bəli, sədaqənin belə bir, köməklik eləyib əl tutmağın belə bir xeyri var. İnsanın şəxsiyyəti formalaşır. Amma Allah qorusun, insan sədaqə verməyəndə, köməklik eləməyəndə qorxaq adam olur, qıpıq adam olur, hürkək adam olur. Görürsən ki, zəifdir. Hətta demək, bu nədirsə, sədaqəni az verir. Köməklik eləmir. Bunda hələ canında qorxu qalıbsa, demək o bu şeyləri eləmir. Allahın razılığını qazandırıb, onun hörmətin gətirən əməllərdən biri də küsürləri barışdırmaq. İnsanların arasını düzəltmək. Allah Teala buyurur ki, əs-sulhu xeyr. Sülh eləmək, küsürləri barışdırmaq xeyirdir. Uca Allah buyurur ki, la xayrə fi kəsirin min nəcvahum. Onların danışıqlarının çoxsunda xeyir yoxdur. İllə, yalnız mən əmara bi sadaqatin əv ma'rufin əv islahin beynən nəsi. Yalnız xeyir işləri görməyi tövsiyə edən danışıq, köməklik eləyəyün, əl tutağın, sədaqə verəyün danışığı, bir də küsürləri barışdırmaq danışığı. وَمَنْ يَفْعَلْ ذَٰلِكَ ابْتِغَاءَ مَرْضَاتِ اللّٰهِ. Kim bunu Allahın razılığını qazanmaq üçün eləyərsə, فَسَوْفَ نُؤْتِيهِ اَجْرًا عَظِيمًا. Ona biz əzəmətli böyük mükafat verərik. Ona görə küsürləri barışdırmaq, buna görə səy göstərmək. Hətta küsürləri barışdırmaq üçün şəriət gəlir ki, yalan danışa bilərsən. Yalan danışa bilərsən. Allahın razılığını qazandıran əməllərdən biri də, qardaşlarım, Allahın vermiş olduğu nemətlərə şükr eləmək. Nə veribsə Allah Teala sənə, ona şükr elə. Həqiqətən də şükr eləyən zaman 3 dənə xeyir qazanırsan. Bir, şükr ibadət eləməkdir. Ən əzəmətli ibadətlərdən. 2, Allah Teala neməti artırır. Lə in şəkərtum lə əzidənləkum. Bir də və in təşkuru yardahu ləkum. Əgər şükr etsəniz Allaha, Allah sizdən razı qalır. Allahın sənə razılığını gətirir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bir insan yemək yeyib qutarır, deyir əlhəmdülillah. Su içir, qutarır, deyir əlhəmdülillah. Allah Teala həmin quldan razıdır. Qardaşlarım, Allahın razılığını qazandırıb, onun bizə rızasını gətirən əməllərdən valideynlərin razılığını qazanmaq. Valideynlərimiz, ata və anamız, Allahın razılığını qazanmaq istəyirsənsə, valideynləri razı salmalısan. Amma bil ki, sən valideynini narazı salsan, boynu buruq qoysan, Allah Teala səndən narazı qalacaq. O gözü yaşlı qoyub, o qəzəbli tərk eləsən. Allah Teala özündən ibadətdən sonra valideynlərə yaxşılıq etməyi buyurur. Ona görə atamız, anamız bizə cənnətdən açılan 2 qapıdır. O qapıları qoruyub saxlamaq, ata cənnətinlə orta qapısıdır. İstəyirsən o qoru saxla, istəyirsən o zay elə. Hədisdir. Rasul sallallahu aleyhi və səlləm buyurur. Yaxşılığa ən çox anamız layiqdir. Sonra anamız layiqdir. Sonra anamız layiqdir. Sonra atamız layiqdir. Hani burada o bir adamlar? Hani burada övladlar? Hani burada zövcələr? Hani burada qonşular, əmilər, dayılar? Əsas bunlar lazımdır. Əsas anıya, o ana ki, başqasına 2 manatlıq su alırsan, aydındır, deyirəm, yaxşı su yox idi. Ancaq anıya 50 köpüklü bir də su alırsan, deyirəm, Allah köməyin olsun, Allah qazancığa bərəkət versin. Ha, ta demir ki, abla almış diləmin 2 manatlığını alardın dənə. Görsən 50 köpüklü suyu, marojnu, tumu o bəyənir. Ancaq başqasına verirsən 2 manatlığı, əşi, təzəsi çıxıb nəsə də tabi bilirsiniz siz. Valideynin razılığını qazanmaq. Nə qədər ki onlar sağdır. Böyük günahlar Allah Teala bağışlayır valideyni razı salmaqla. Qardaşlarım, Allahın razılığını gətirib qazandıran əməllərdən biri də sahabələrin yoluna tabi olmaq, salih sələflərin əqidəsi mənhəcində olmaq. Allah Teala Tövbə surəsi 100-cü ayədə buyurur: "Vəs-səbiqun el-əvvəlun minəl-muhacirin vəl-ənsar vəl-ləzina təbauhum bi-ihsanin radiyallahu anhum və radu anh." Dində hamını ötüb keçən muhacirlər və ənsarlar və yaxşı işlər görməkdə onlara tabi olanlar. Allah Teala onlardan razıdır, onlar da Allahdan razıdırlar. Demək, Allah Teala səhabələrə, sələflərə gözəl və yaxşı işlər görməkdə tabi olan şəxsdən razıdır. O tez-tez sual verirlər. Harada yazılıb səhabələrin yoluna tabi olsunuz, əmr olunmusunuz, salih sələflərin əqidə mənhəci, Quranı, sünnəni bildik. Qurana tabi ol, həccə tabi ol. Harada yazılıb səhabələrə tabi ol? Bu ayədə. Tövbə surəsi 100-cü ayədə. Deyir ki, kim səhabələrin yoluna yaxşı işlər görməkdə tabi edirsə,
mən həm o səhabələrdən, həm də o yaxşı işlər görməkdə gedənlərdən razıyam. Hani burada Quran, hədis? Bu ayədə hani o söz? Amma bu ayədə yazılıb ki, səhabələrin və sələflərin yoluna tabi olsun. Necə onlardan razı idim, səndən də o şəkildə razı olacaq. Və sonra ayənin arxasında buyurur ki, onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağçası hazırlamışam. Ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağçaları. Peyğəmbər sallallahu aleyhi və sələm bu ki, mənim ümmətim 73 firqəyə bölünəcək. Birindən başqa hamısı cəhənnəm oldu. Biri xilas olub. Səhabələr deyir, ya Rasulallah, o xilas olmuş cəmaat hansı cəmaatdır? Deyir, bu gün nətər mən və səhabələrim ibadət eləmir, o şəkildə ibadət edənlər. Bu gün nətər mən və səhabələrim ibadət edir, qılır, tutur, zikr edir, dua edir, əqidə, mənhəci, kim o şəkildədirsə, o xilas olur artıq. Qardaşlarım, Allahın razılığını gətirib, onun rızasını qazandıran əməllərdən biri də Allahın razılığını qazanacaq işlər görmək. Hətta insanlar səndən narazı qalmış olsalar belə. Rasul sallallahu aleyhi və sələm bu ki, mən iltəməsə ridallahi fi saxatin nəz, radiyallahu anhu və arda anhun nəs. Kim Allahın razılığını qazanmağa çalışsa, insanlar narazı qalmış olsalar belə, Allah da həmin adamdan razı qalar. İnsanları da ondan razı salar. وَمَنْ iltəməsə ridan nəsi bi saxatillah, saxitallahu anhu və asxata anhun nəs. Kim isə Allah narazı qalacaq, amma insanların rızasını qazanmağa çalışsa, Allah da ondan qəzəbli olacaq. İnsanları da ondan qəzəbli salacaq. Ona görə hər bir işində çalış Allahı razı sal. Vallahi Allah razı qalsa, qalan insanlar da səndən razı salacaq. Son olaraq bunu da qeyd edeyim, qardaşlarım, Allah üçün hicr edib tərk etmək. Allah üçün günahları, günahın əhlin, günahkar yeri, günah məclisin tərk eləmək. Günah yerdəsənmi, günah olan yerdə, dur oradan, get günah olmayan yerdə otur. Aydındır. İçki məclisi, musiqi məclisi, sigaret məclisi, nərd məclisi, nə bilim, bidət məclisi. Oradan dur, get günah olmayan yerdə otur. Heç günah tək otur. Amma onlarla oturub durma. Aydındır. Günahkar insanlar, onlarla bərabər olma. Günah olan yer, o yerdən dur. Rasul sallallahu aleyhi və sələm buyur ki, əl-muhaciru mən həcəra mənəhallahu. Əsl muhacir Allahın qadağan etdiklərini tərk edən. Yəni, əsl tərk edən o şəxsdir ki, Allahın qadağan etdiklərini tərk edir. Allah Teala buyurur ki, "Ellezine amanu ve haceru ve cahadu fi sabilillahi bi amwalihim ve anfusihim a'zamu dereceten indallahi ve ulaika humul faizun." İman gətirən və hicrət edən və Allah yolunda çalışan mallarıyla, canlarıyla Allah yanında ən əzəmət dərəcədə onlardır və xilas olmuş, qazanmışlar da onlardır. Yubəşşiruhum rabbuhum bi rahmetin minhu ve ridvan. Allah Teala onları müjdələyir öz tərəfindən bir rəhmət və razılığı ilə. Qardaşlarım, elə bilirəm ki, biz bunları həyatımızda tətbiq eləsək, Allah Teala bizdən razı qalar, onu umuruq, Allahdan o istəyirik və nə qədər ki, burada qeyd olunmayan əməllər var, Allah Teala bizlərə də onu müvəffəq edər, bizlər üçün asanlaşdırar. Allah Teala hər birimizi eşitib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Təşəkkür edirik sizin cəmaatınıza, sizin əlhəmdə ağsaqqallarınıza, bilənlərinizə, elm əhlünüzə ki, səbəb oldu, sizlərlə görüşdük. Allah'a zikr edib, az da olsa xatırlamağa müvəffəq olduq. Allah Teala bugün bizləri burada toplandığı kimi Firdevs cənnətlərində, taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlarından etsin, bizi orada toplasın. Bizi Kövsər hovuzunun ətrafında toplasın. Rasul sallallahu aleyhi və səlləm əlindən su içən bəxtəvər qullarından etsin. Bizi arşının altında toplayacaq o 7 sinif insan, bizi onlardan eləsin. Bizi ki o cənnət əhli Allaha tamaşa eləyəcək, Allah Teala özün onlara göstərəcək. Uca Allahdan istəyərək ki, bizi o özün göstərdiyi bəndələrindən etsin. Özün bizə göstərsin, aləmlərin Rəbbi olan uca Allah. Allah Teala hər birimizi eşitib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.